Yaxşıları Allah yardımsız buraxmaz. Bəzən belə bir irad və yaxud da ki, fikirlə rastlaşırıq ki, Allah Cəllə Cəlaluhu istəsəydi İmam Hüseynə orada yardım edərdi. Bu qədər zülmə məruz qalmasına izin verməzdi. Bu hadisəni istəyərdim mən İbrahim Peyğəmbərin hadisəsi ilə bir qarşılaşdıraq, ona gələn təkliflə qarşılaşdıraq və İbrahim Peyğəmbərə enən mələklə İmam Hüseyn əleyhissalam enən mələk haqqında danışaq və onların cavabı haqqında olarmı? Təbii ki, İmam Hüseyn əleyhissalamın imtihanı ilə bir nübüvvətdəki imtihan fərqlidir. Doğrudur, ateşlərin içərisinə girdiyi zaman Allah nəbisi belə bir ateşlə üzləşdiyi an o da öz Kərbalasına yürümüşdü. Mələk gəlir, ya İbrahim, yardım üçün gəlir, bir şeye ihtiyacın var mı? Yox deyir. Çünkü o Rəbbə qovuşmağı istəyir. Və Rəbbim bu halımı görür deyir. Bilirsə yetər, artıq aradan hər şeyi çıxartdı. O anda, o çətin, kritik dövrdə belə tövhid şuuru %100'dür. Eyni işin başqa formasını Kərbalada da görürük. Kərbalada da rəşadətli bir savaş var. Meydana aslanlarla girmiş imamın savaşı var. Qılıncının arkası önü kesip doğruyur əslində. Bir anlıq bir səda var, ya imam. Bugün şəhadət günü deyil, bu günləri şücaət günü deyil, bugün şəhadət günüdür. Nöqtə qoyulacaq, çünki imam üçün şəhidlik yazılmalıydı, açılmalıydı. O şəhid, belə deyək, Allahın qədərində bir şəhid Hüseyin, şəhidlər məktəbinin təməli qoyulurdu o gün. Və təbii ki, ora bir müəllim olacaqdı. Bu məqam üçün o imtihandan çıxmalıydı, özü ağda çıxdı. Və bu gündə, sabahda ta qiyamətə qədər, Kövsər hovuzuna gedənə qədər bu məktəbdən bəhs olunacaq.